Çünki çox gözəl bir xanım var. Bu xanımla da illər öncə elə biz radioda tanış olmuşuq. Mahnısını elə mənə təqdim eləyən kimə Basqul müəllim indi gələr, ifa eləyər, siz də bir qiymət verərsiniz bir sənətkar olaraq. Mahnı günü bugünkü günə qədər məndə flaşkada qalıb. Hər dəfə maşına minəndə mən o mahnıya mütləq qulaq asıram. Səsi xoşuma gəldi, ifası, ümumiyyətlə ürəyi var, musiqi duyumu var. Və bir sözlə, yəni köklü bir ifaçıdır. Söz verib ki, bundan sonra ekranlarda, efirlərdə tez-tez görünəcək. Və elə mən istəyərdim ki, öz gözəl ifası ilə bu gözəl gündə Kəmalə xanımı dəvət eləyək. Kəmalə Xəlilova xoş gəlib, səfa gətirib. Bəy gəlini alqışlasın hamı bir anda. Bugünkü toy görün necə gözəl görsənir. Bəy gəlinlə əl-ələ birgə duranda. Bunu davula çalsın, davul çalsın zurnalar. Gəlini birgə gülə-gülə dövrə vuraq biz. Bu gecənin ən möhtəşəm bəy gəlinini xoşbəxt görək biz. Bunu davula çalsın, davul çalsın zurnalar. Gəlini birgə gülə-gülə dövrə vuraq biz. Bu gecənin ən möhtəşəm bəy gəlini ömür boyu bir arada xoşbəxt görək biz. Çalsın davul çalsın zurnalar. Gəlin birgə gülə-gülə dövrə vuraq biz. Bu gecənin ən möhtəşəm bəy gəlinini ömür boyu bir arada xoşbəxt görək biz. Bunu davula çalsın davul çalsın zurnalar. Gəlin birgə gülə-gülə dövrə vuraq biz. Bu gecənin ən möhtəşəm bəy gəlini xoşbəxt görək biz. Vuru davula çalsın, davul çalsın zurnalar. Gəlin birgə gülə-gülə dövrə vuraq biz. Bu gecənin ən möhtəşəm bəy gəlinini ömür boyu bir arada xoşbəxt görək biz. Vuru davula çalsın, davul çalsın zurnalar. Gəlin birgə gülə-gülə dövrə vuraq biz. Bu gecənin ən möhtəşəm bəy gəlini ömür boyu bir arada xoşbəxt görək biz. Ay, salam əleykim, axşamınız xeyir olsun. Çox sağ olun Anar bəy.